Salam hörmətli izləyicilər. Bir dənə evin fasad görünüşünə baxın bir dənə. Fasad birinə. Çox sakit bir yer. Yəni bura gəlirsəniz şəhərin səs-küyündən uzaq. Mən qalxdım bura balkona, terasa. Ləzzət, sakitçilik, qulağın dincəlir. 10 sotun içində, hörmətli izləyicilər, yolunu da sizə çəkib göstərəcəm. Hovuzu daşmadır ya. Bir dənə bax, T-abrazlı. Evə söhbət yoxdur. Evin içi rəsm əsəri. Böyrünü çəkirsən, çək görsət. Çox sakit, çox bəyənilsin. Gəl. Gücsüz nədir? 10 sot. Edəcəm. Buyur. Deməli, bu ərazinin adı Çöl Şüvalan deyirlər, bura adlandırırlar. Evimiz orada yerləşir. Burada Zeytun restoranı var, səhv eləmirəmsə. Bax, o Zeytun restoranına çox yaxın bir ərazidə. Qapısının ağzına kimi də asfalt. Sanuzel qazanxana. Burada kladovkadır. Pırtına idarə olunan qapı. Yəni, Zeytun restoranından da bura yaxındır. Ziyarətdən də bura yaxındır. Hər cür yol var. Yolunu çəkib göstərdim ki, budur. Giriş hissəsi. Getdik. Hə, getdik. Gəl. Gəl. Təzdən qaydaq həyətə. Buradan ehtiyatlı ol. Yerini göstərdim, yolunu göstərdim. Ki, sonra narazılıq olmasın. Bir deyəsiz ki, bəs qapının ağzı yolunu da gördünüz. Gəl. Limonlu yolkalar. Baxaq bu çöldəki yay mətbəxinə. Gəl. İstip oldu bura. Manqalı buradadır. Ali. İstirahət üçün, yaşamaq üçün hər bir şəraiti var. Gəl. Burada teras, üstü bağlı. Bəyin işarəsini baxın, getdik. Hə, hörmətli izləyici, tikintisində ən keyfiyyətli materiallardan istifadə olunubdur. Bax, elə bir dənə bax, bura görsədim sizə. Mərmər qranitdir, orijinal. Getdik. Giriş hissəsi, girişdə belə bir dolab, güzgülü. Bu tərəfdə də belə bir şkafdır, güzgülü. 7 otaq. Bilmirəm hansından başlayaq, gəl bura. Qonaq otağımız, buyurun. Yəni, bu ev Mərdəkanda olsaydı bir 800-900 min qiyməti olardı bunun. Sanuzel, ümumi. Mətbəxə, ora baxdıq qonaq otağına. Gəl mətbəxə baxaq. Bu mətbəximizdir. Mətbəx mebeldə quraşdırılıbdır. Deməli, bir qonaq otağına baxdıq. 2 dənə birinci mərtəbədəki otaqlara baxaq. Bu birinci, ikinci otaqdır, qonaq otağına əlavə. Yataq otağı. Bu da
Üçüncü otaqdır. Sanuzel. Bütün otaqlarda TV stand var. Pilləkənin altında kladovka. Evimiz monolitli evdir. Qalxaq yuxarı. Dörd dənə də yataq otağı ikinci mərtəbədədir. Və terasa da çıxacağıq. Başlayaq buradan. Bu birinci otaq. Sanuzel ilə bir yerdə. Bu ikinci otaq. Bu ümumi sanuzel. Aksesuarlarına fikir verin. Bu üçüncü yataq otağıdır. Və dördüncü yataq otağı. Oradan da biz çıxacağıq terasa. Bax bu buranın sanuzelidir. Buradan da çıxaq terasa. Bu da terasımızdır. Bax burada trap da var. Buranın yumaq da olur. Hamısı yaşayışdır burada. Hamısı evlərdir. Bugünə bu qədər sağ olun.